gördük əziz izləyicilər. Bugün yenə biz Cyber Podcast'ta sizlərləyik. Cyber Podcast'ın bugünkü buraxılışı yenə sizlər üçün maraqlı olan bir mövzudan danışacağıq. İnsan resurslarının idarə olunmasında kiber təhlükəsizlik. Əslində bu mövzu mənim üçün həm maraqlı, həm də ki məsuliyyətlidir. Ona görə məsuliyyətlidir ki, bugünkü qonağım özəl bir qonaqdır. Ta Almaniyadan buralara qədər gəlib ki, bu mövzu haqqında sizinlə danışsın. Həm də mənim mentorumdur. Ona görə biraz mənim məsuliyyətim var ki, mən müəllimimlə bərabər çıxış edəcəm. Bu günləri kiber təhlükəsizlikdə insan resurslarının idarə olunması mövzusundan daha çox ona görə danışırıq ki, çünki şirkətdə kiber təhlükəsizlik yalnız texnologiya ilə deyil, insan faktorunda həm müsbət, həm mənfi aspektdən həlledici rol oynayır. Bugünkü qonağım isə sahəsinin peşəkarı. Azərbaycan İnsan Resursları Assosiasiyasının həmtəsisçisi və idarə heyətinin üzvü, insan resursları üzrə CIPT kvalifikasiyalı ekspert Mahir Qaradır. Bu günləri görək, onunla biz nələr danışacağıq. Xoş gəlmisiniz Mahir müəllim. Xoş gördük. Çətin olmadı Almaniyadan belə gəlməyiniz. Evet. Keçid edək suallarımıza. İlk sualım belə olacaq. İnsan resurslarının idarə edilməsi ilə kiber təhlükəsizlik arasında əsas əlaqə nədir, nələrdən ibarətdir? Bunun haqqında nə deyə bilərsiniz? Çox maraqlı sualdır. İlk öncə istəyirəm insan resursu, insan kapitalı haqqında qısa bir məlumat verim. İnsan çox unikal bir resursdur. Nə ilə bağlı unikaldır? Özü resurs olmaqla yanaşı digər resursların həm yaradıcısı, həm istifadəçisi, hətta son məhsul olan əmtənin belə alıcısıdır. Yəni bu baxımdan insan bütün biznes proseslərdə, bütün fəaliyyətlərdə bir mənalı olaraq öz rolunu qoruyub saxlayır. Amma kiber təhlükəsizlik nöqteyi nəzərindən isə burada mütləq və mütləq insan, biznes proses, məlumat, kiber təhlükəsizlik oxu nəzərə alınmalıdır ki, bu ox üzərində proseslər baş verir. Yəni insanın verdiyi səhvlər hətta statistik olaraq göstərilir ki, 90-95% olaraq yaranmış kiber təhlükəsizlik heç də texnoloji və ya proses səbəbindən deyil, insan faktorundan qaynaqlanır. Əslində siz insanlarla bağlı çox məqamlara vurğuladınız, çox məqamları qeyd etdiniz. İndi belə bir sual vermək istəyirəm ki, yaxşı işçi davranışlar təşkilatın kiber təhlükəsizlik risklərinə necə təsir edir? Bu sualda birinci sualın elə davamı kimi bunu istəyirəm cavablandıram. Eyni bir istiqamətdədir. Məsələ nədir? İnsan davranışları, xüsusən işçi davranışları məlumat itkisindən tutmuş, hüquqi etik məsələlərə qədər hamısına gətirib çıxarda bilər. Sadəcə bir misal çəkim, sadə bir klikləmə belə böyük bir ağır nəticələrə gətirib çıxarda bilər. Yəni insanlar mütləq və mütləq öz fəaliyyətlərində atdıqları addımlarda mütləq bunu nəzərə almalıdırlar. Misal üçün, belə deyək, hətta bunu biz texnoloji olmayaq, davranış kimi qiymətləndirək. İnsanlar bu insan resursları sahəsində insanlar böyük datalarla işləyirlər. Bunlardan biri xüsusən böyük şirkətlərdə, tutaq ki 50 min, 100 minlik bir təşkilatda insanların şəxsi məlumatlarından tutmuş biznes proseslərinə qədər, onların əmək haqqı sistemləri və s. bu insanlarda bu məlumatlar var. Bu məlumatların olması isə, bu məlumatlara daha çox insanın girişi isə mütləq və mütləq davranışdan qaynaqlanır. Yəni davranış amili çox vacibdir. Davranış burada biz deyəndə belə bunu sadələşdirə bilək. Məsələn, məsələlərə aid davranışlardan biri nədir? İnsanların məsuliyyətli yanaşması prosesə. Ola bilsin ki, heç birbaşa onunla bağlı olmayan bir prosesdir. Ancaq bu məsuliyyətdən rəli gələrək görür ki, nəsə qeyri-adi bir proses baş verir və yaxud da ki, həmkarı belə deyək, görür ki, tez-tez özünün kompüterinə şirkətə aid olmayan avadanlıqları, qurğuları, flash kartları və s. daxil eləyir və yaxud da ki, iş notebookunu aparıb ictimai yerlərdə, coffee shoplarda sistemə, Wi-Fi üzərindən sistemə qoşulur. Yəni bu insanların bir növ yanaşması, davranışıdır. Yəni bunu görən bir əməkdaş öz iş yoldaşına deyə bilər ki, yəni bunun riskləri barədə, bunun yarada biləcəyi risklər və barədə ona
bir xəbərdarlıq eləyə bilər, izah eləyə bilər, onu maarifləndirə bilər ki, burada hansı risklər var. Yəni bu bir növ davranış mədəniyyəti formalaşdırar ki, datalarla işləmə və yaxud da ki, hər hansı bir dataya giriş məsələsi. Bəzən insanlar biraz xoşlayırlar, belə deyək, çox şeyi bilmək üçün. Ancaq mənim öz şəxsi yanaşmamdır ki, çox bir məlumat bilmək, sənin işinə birbaşa aidiyyəti olmayan, fəaliyyətinə olmayan məlumatları bilmək məsuliyyət yaradır. Mən hətta həmişə misal çəkirəm ki, bu sənin üçün yaxşıdan çox mənfilər gətirə bilər. Yəni sənə aid olmayan bir məlumatın səndə olması sızma ilə nəticələnə bilər. Mən bunu sırf davranış baxımından deyirəm. O cümlədən kiber təhlükəsizlik nöqteyi nəzərindən artıq bu sırf texnoloji proseslərdir, sistemlərdir. Yəni bunların hamısını nəzərə alınmalıdır. Mahir müəllim, mən sizin dediklərinizi diqqətlə qulaq asdım və bir case məsələsini sizə bildirmək istəyirəm. Deməli, biz kiber təhlükəsizliklə bağlı bir çox təlimlər keçiririk, maarifləndirmə tədbirləri həyata keçiririk. Müxtəlif qurumlarda, təşkilatlarda, müxtəlif yerlərdə və belə bir şeyə rast gəlinir ki, yəni eşitdiklərimdən, gördüklərimdən bəzən işçilər götürürlər öz parollarını kompüter və notebookun üzərində bir stikerlə yapışdırırlar. Normalda bu parol ona görədir ki, yəni sən öz təhlükəsizliyini qoruyursan, datanı, məlumatları qorunmuş olursan da, amma işçilərin əksəriyyəti götürür bu parolları müxtəlif şəkillərdə, bunu açıq formada paylaşım edirlər və bu da təbii ki, böyük risklərə gətirib çıxardacaq da. Yaxşı, bu məqamda HR nə etməlidir? HR necə bir maariflənmə aparmalıdır? HR necə işlər həyata keçirməlidir ki, işçilər bu səhvi, belə deyək də, bu böyük bir səhvdir ki, böyük bir krizislərə gətirib çıxardacaq da. Belə bir səhvi necə əvvəlcədən riskini öncələmiş olaq? Çox maraqlı məsələdir. Bu, belə deyək, ilkin olaraq istənilən bir qaydanın pozulmasının ən əsas səbəblərindən biri həmin qaydaların bilməməkdir. Məhz HR da kiber təhlükəsizlik sahəsində bu kimi sizin qeyd etdiyiniz problemlər, şifrələrin paylaşılması, müxtəlif adamlara verilməsi və yaxud da ki, elə kobud şəkildə notebookun üzərinə yazılıb qoyulması kimi halların birincisi maarifləndirmə aparılmalıdır. Və onlar öyrədilməlidir. Onlara risklər barədə, risklərdən əlavə onların yaratdığı kiber hücum nəticəsində yarana biləcək nəticə, maddi, mənəvi, hüquqi və bunun işçinin məsuliyyətində harda olmasından bağlı olaraq onlara izah edilir, öyrədilir. Sonra onlarda davranış mədəniyyəti formalaşdırılmalıdır. Və hətta ehtiyac olduqda, belə deyək, motivasiya vasitələrindən istifadə olunmalı. Motivasiya burada nəzərdə tuturam həm müsbət, həm də mənfi. Müsbət nədir? Məsələn, ilin bu sahədə üzrə adamı seçilə bilər və yaxud da ki, ona bir mükafat verilə bilər. Digər bir mükafat verilir və yaxud da ki, bu qaydaları tez-tez pozan işçilərə müvafiq qaydada cəzalar da verilə bilər. Hətta işdən uzaqlaşdırılmaya qədər bu gətirib çıxarda bilər. Təbii ki, o əməkdaşın verdiyi, belə deyək, təkrarladığı səhvin ağırlıq dərəcəsinə uyğun olaraq. Yəni, çox işlər görülə bilər, ancaq bu bir kompleks prosesdir. Məsələn, mən uzun müddət işə qəbul prosesində işləyən bir şəxs kimi, mən bunu hətta vəzifənin xarakterindən, xüsusiyyətindən asılı olaraq mən bunu işə qəbuldan başlayaram. Ondan da qabaq hətta sənədləşdirmə işindən başlayaram ki, bu prosedurlar olmalıdır, qaydalar olmalıdır. Necə ki, məxfi məlumatlarla istəyən, belə deyək də, istənilən məxfi məlumatlarla işləyən şəxslərin vəzifələrinə və işlərinə uyğun olaraq, işlərinin xüsusiyyətinə uyğun olaraq daxil olma səviyyələri var. Ona uyğun olaraq həmin insanlara müəyyən bir əmək müqaviləsinə əlavələr olaraq biz maddi məsuliyyət şəxs kimi olduğu kimi informasiya təhlükəsizliyinə də məsuliyyət barədə bir sənədlə bunu rəsmiləşdirmək olar. Siz belə deyək də, insanlar daha çox imzalarının məsuliyyətinə daha ciddi yanaşırlar. Nəinki onlara deyilməklə, şifahi deyilməklə. Mahir müəllim, siz bayaq da vurğuladınız ki, insanlar böyük datalarla işləyirlər və onların əllərində çoxlu məlumatlar var.
Təbii ki, bu məlumatları onlar istədikləri şəkildə paylaşa bilərlər və yaxud da ki, bu məlumatların həm mənfi, həm də müsbət tərəfləri var da. Yaxşı, insan amili kiber hücumların neçə faizini təşkil edir? HR bunun qarşısını necə almalıdır? Statistika olaraq çox təəssüf ki, hətta bəzi araşdırmalarda 95% səviyyəyə qədər bu yüksəlir ki, baş vermiş kiber hücumlar və onların nəticələri birbaşa insan amilindən asılıdır. Başqa göstərici araşdırmalarda da var. Misal üçün 80% də olan var. Hətta bəzən belə bir statistikaya başqa mövqedən baxaq, bir 8-10% işçi qrupu var ki, onlar hətta kiber hücumların 80%-i məhz onların belə deyək, fəaliyyəti nəticəsində yaranır. 8%li bir qrup 80% kiber hücum nəticəsi də yarada bilir. Yəni belə statistika belə deyək, fərqli-fərqli istiqamətlərdə var. Bunun üçün isə təbii ki, dediyim kimi ən əsası bir mədəniyyətin, kiber təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasıdır. Təbii ki, bu da bir təşkilati mədəniyyətin bir hissəsi olaraq formalaşdırılmalıdır ki, hər kəs nəinki öz fəaliyyətimə, hətta mən öz həmkarımın da fəaliyyətinə müəyyən mənada mənəvi olaraq belə deyək, məsuliyyət daşımalıyam. Qaldı tədbirlər qoyulmalıdır. Təbii ki, baxın, biz insan resurslarının mütəxəssislərinin bəzən deyirlər ki, insan resurslarının mütəxəssisləri istəyirlər ki, bütün biznesə idarə etsinlər və sanki bizik burada var. Məsələnin bunun da ana səbəbi var. Səbəb nədir? Baxın, hər hansı bir təşkilat götürək. Təşkilat daxilində şöbələr bir-birisi ilə əməkdaşlıq eləyir. Ancaq HR-ın biraz burada rolu isə sanki bir mərkəzdədir. Bütün şöbələrinə əməkdaşlıq eləməyə məcburdur. Baxın, burada vəzifə təlimatlarının yazılmasında, biznes proseslərinin optimallaşdırılması, mədəniyyətin formalaşdırılması, biznes hədəflərinin qoyulması. Məsələn, biz HR-lardan çox gözləyirlər ki, biz kiməsə gedib hədəf qoyacaq. Misal üçün, mən belə deyək, geologiya şöbəsində bir HR nə hədəf qoya bilər? HR-ın iştirakı ilə hədəf qoyula bilər ki, o standartlara, qaydalara uyğun olaraq bu proseslər aparılsın. Yəni, HR bu proseslərdə iştirak edən şəxsdir. Sözümün belə deyək, qısası nə demək istəyirəm? Tutaq ki, rolların verilməsində, biznes prosesdə HR həmin iştirak eləməlidir ki, tutaq ki, Ayda xanımın daxil ola biləcək məlumatlara Mahir də daxil ola bilərmi, yoxsa yox? Nə qədər məlumata, dataya, giriş daha doğrusu, çox adama verilirsə, burada risklər yüksəlir və o məlumatların işlənməsi prosesini, məsələn, bu səlahiyyətlərin verilməsi, giriş səlahiyyətləri deyil. Bundan başqa HR bu proseslərdə müəyyən bir, məsələn, ən çox qarşılaşdığımız nədir? Phishinglərdir. Bu phishinglərin qarşısını almaq üçün, mədəniyyəti formalaşdırmaq üçün HR praktiki bir üsullardan, simulyasiyalardan eləyə bilər. Misal üçün, təbii ki, bunu IT ilə kiber təhlükəsizliyə cavabdeh olan strukturla eləyəcək. Nə eləyə bilər? Simulyasiya ilə biz o işçilərə bir phishing göndəririk. Görək, işçilərin neçə faizi hansı buna, belə deyək, necə reaksiya göstərəcəklər, necə davranacaqlar. Yəni, bu çox vacib məsələlərdən biridir, öyrətmə məsələsi kimi. Sizin çıxışınızda məni bir məqam daha çox diqqətimi cəlb elədi. Orada belə bir şey vurguladınız ki, kiber təhlükəsizlik mədəniyyətini formalaşdırmaq lazımdır. Bu çox gözəl cümlədir, çox sadə səslənə bilər, amma dərin məna kəsb edir. Mən bu sizin buraxılışınıza qədər bir neçə podkastlar çəkmişik və kiber təhlükəsizlik ekspertləri ilə podkastları çəkmişik və mənim belə deyək də yığılıb qalan suallarım var idi. Ürəyim dolu bu suallarla və bu dediyiniz cümlədə çox maraqlı bir cümlədir. Yaxşı, belə bir şey mənim yəni ağlıma gəlir ki, işçilər bəzən çox tənbəl olurlar və yaxud da ki, özlərini yormaq istəmirlər. Çox sadə, primitiv parollardan istifadə edirlər, amma bunun fərqinə varmırlar ki, bu parollar onların əslində başına böyük bir təhlükələr gətirə bilərlər. Nəinki özlərinin, hətta işlədikləri şirkətin, qurumun, təşkilatın başına heç ağla sığmayacaq qədər hadisələr gətirə bilər. Yaxşı, sualım bundan ibarətdir ki, zəif parol istifadəsi və phishing kimi risklərə qarşı HR hansı təlimləri təşkil etməlidir?
Bu sadə bir məsələ deyil. Məsələn, mən ilk olaraq başlasaydım, ISO standartlarından başlayardım. Yəni bildiyimiz kimi ilk 27001 ISO standartı məhz bu kiber təhlükəsizliklə bağlı məsələlərin normalarını müəyyən edir, oradakı riskləri araşdırmasına imkan verir və s. Və bundan sonra isə belə deyək, təlimlər, müxtəlif təlimlər, maarifləndirici təlimlər ola bilər. Maarifləndirici məsələn təlimlər ola bilər, sonra öyrədici, praktiki təlimlər ola bilər. Bayaq siz vurğuladığınız sadə parollar artıq böyük şirkətlərdə 2 mərhələli, hətta 3 mərhələli təsdiq prosesləri var. Tək parol deyil. Məsələn, parolu biz yazdıqda, bildiyiniz kimi, yazdıqda bizim e-mailimizə ikinci bir şifrə göndərilir və bu şifrə vasitəsilə biz həmin şifrəni, ikinci şifrəni istəyərək biz istədiyimiz dataya daxil ola bilərik. Bundan başqa təhlükəsizlik qurğular baxımından, məsələn, işçilər bəzən sevirlər, ya öz şəxsi notebooklarını işə gətirirlər və yaxud da ki, iş notebooklarını evə aparırlar. Və belə bir hallar olanda risklər çoxdur. Yəni bunun bilirsiniz necədir? HR-da elə HR götürək, hüquqda işləyən, hüquq şöbəsində bir işləyən əməkdaş bu kimi texniki məsələləri bilmədiyindən, məlumatlı olmadığından bəzən onun üçün adi gəlir ki, bir flaşkada burada nə var ki, bunu heç kəs görmür ki, belə deyək də, bunu mən öz şəxsi flaşkamı da istifadə eləyə bilərəm. Ancaq bu çox böyük həm insan faktorları olaraq, həm də dediyiniz kimi phishing kimi və digər hücumlar kimi, kiber hücumlar kimi digər formalarda risklər yaradır. Yəni mütləq və mütləq təlimlərə insanlar cəlb olunmalıdır. İşçilər həm təşkilat özü ISO 27001 sertifikatlaşmasını alsa daha yaxşı olur. Sonra isə bir-bir işçiləri ən azından maarifləndirmə səviyyəsində bu kurslarda iştirak etməlidirlər. Mahir müəllim, günümüzdə remote iş çox belə deyək də məşhurlaşmış işdir də. Artıq gənclərin də əksəriyyəti, orta yaşlı nəslin də əksəriyyəti, yəni dünyanı götürsək də çox rahatlıqla remote işləyirlər, uzaqdan iş mühitləri var və bu artıq HR və kiber təhlükəsizlik əməkdaşlığına necə təsir edir? Yəni bununla bağlı sizin fikirləriniz mənə çox maraqlıdır. Belə deyək, məsafədən işləmə Avropa ölkələrində çoxdan olsa da bizim ölkəmizdə bu xüsusən korona pandemiyasından sonra baş verdi ki, artıq müəyyən işçilər işə gələ bilmirdilər və evdən işləməyə məcbur idilər və bu zamanda müxtəlif VPN-lərdən istifadə edərək qoşulurdular sistemə, öz şirkətlərinin sisteminə. Bu isə həmin VPN-lər bilib artıq biz bildiyimiz kimi də üçüncü tərəf formalaşırdı burada. İstifadəçi və şirkətdən, işçidən başqa üçüncü bir vasitəçi olurdu və bunlar da çox təhlükəsiz idi. Sonradan bəzi şirkətlər, böyük şirkətlər özlərinin bu kimi sistemlərini formalaşdırdılar, daxili formalaşdırdılar və bunun qarşısını belə deyək, daha təhlükəsiz etməyə çalışdılar. Yəni bu baxımdan bu məsafədən iş qaçılmazdır və bu məsələdə məhz HR-la belə deyək, kiber təhlükəsizlik sisteminə cavab verən struktur arasında qarşılıqlı əməkdaşlıq olmalıdır. Hətta müəyyən əgər belə deyək də, o girişlər, istifadə məhdudiyyətləri qoyulmalıdır. Məsələn, işin belə deyək, notebookunu aparıb evdə istifadə edirsə, digər təhlükəli resurslardan istifadə etmək, bir növ filtrlərdən istifadə oluna bilər. Sonra bu girişlərdə məhdudiyyət yarana bilər. Tez-tez kiber təhlükəsizlik məsələsində, məsələn, bu sistemləri nəzarətdə saxlaya bilər. Məsələn, süni zəka sistemləri var ki, bu daimi olaraq 24 saat ərzində monitoring keçirilir. Və qısa müddət ərzində icazə həmin notebook vasitəsilə kənar bir sayta daxil olduqda avtomatik sistem özü-özünü bağlayır. Məsələn, mənim son iş yerlərimdən birində artıq son dövrlərdə şəxsi flash kartlardan istifadə etmək mümkün deyil. Yəni, burada həm texniki məsələlər nəzərə alınmalıdır və
sistem məsələləri nəzərə alınmalıdır. Sonra isə HR da bunu davranış formasında izah etməli. Bu mədəniyyəti yenə dediyimiz kimi yenə qayıdırıq davranış mədəniyyətinə. Bunu formalaşdırmalıdır. Yəni insanlar bunu normal kimi hiss etməlidirlər ki, bu mütləq mən bunu etməliyəm, mütləq bunları nəzərə almalıyam. Hər hansı bir şübhəli məqam yaranarsa, hər hansı bir belə deyək, kiber təhlükəsiz ehtimalı olarsa, mən hansı addımlar atmalıyam, nə etməliyəm bu prosesləri? Yəni belə deyək də, necə reaksiya göstərməliyəm? Biz yenə də bu sualın içində bir də yadıma düşdü. Elə onu vurğulamaq istəyirəm ki, davranış mədəniyyəti tək dənə o belə deyək də formalaşdırılır. İnsanlara elə bir mühit yaradılmalıdır ki, insanlar səhvlərini gizlətməsinlər. Əksinə səhvlərindən, hətta biz o səhvlərdən digərləri üçün lesson learned kimi istifadə eləyə bilər, öyrənilmiş dərslər kimi istifadə eləyə bilər. Bu insanlar rahat şəkildə gəlsin desin ki, mən bu səhvi etmişəm, bunun nəticələri ola bilər. Bunu aradan qaldıraq. Yəni insanları belə deyək də məhdudiyyətlər qoymaqla, sıxmaqla yox, daha çox liberal bir mühit yaradılmalıdır ki, insanlar bu buraxdıqları səhvləri belə öz rəhbərlərinə, öz HR-larına və yaxud da ki, digər aidiyyəti şəxslərə çatdıra bilsinlər. Təşəkkür edirəm Mahir müəllim. Çox maraqlı gedir və bu ümumiyyətlə çox ciddi bir situasiyadır, ciddi bir məsələdir. Mənim yenə bir sualım var və sualım bundan ibarətdir ki, yeni işçilərin onboarding mərhələsində kiber təhlükəsizlik necə inteqrasiya edilir? Yəni bu vəziyyəti mənə necə izah edə bilərsiniz? Belə deyək, təbii ki, bu prosesə biz onboardingdən yox, yenə o təşkilati mədəniyyətin formalaşdırmasından gəlməliyik. Biz onboarding məsələlərində zamanla bizdə, mən öz təcrübəmdən deyim, biz bu proseslərə artıq bu onboarding planı hardasa 3 ay ən azı olur da, 3 ay, 6 ay, bəzi şirkətlərdə hətta 1 ildə davam edən proseslərdir. Burada müəyyən bu maarifləndirmə daxil olmaqla proseslər, qaydalar, bunlar barədə bir mədəniyyət formalaşdırılmalıdır və texniki məsələlər nəzərə alınmalıdır. Bəzi işə götürənlərdə nə baş verir? Adamı işə götürüblər, onun işləyəcəyi notebooku yoxdur. Mən eşidirəm, yəni ki, bizim belə assosiasiya, Azərbaycan İnsan Resursu Assosiasiyasında bəzən bu mövzuları danışırıq. Adamın bundan istifadəsi yoxdur. Yaxud da ki, internetə qoşulması yoxdur, məcburdur ki, notebooku şəxsi interneti vasitəsilə istifadə etsin. Yəni, bu kimi risklər var deyim. Birincisi, bu texniki məsələlər nəzərə alınmalıdır. Sonra isə adamı bu, belə deyək, bu sahədə həm maarifləndirilməli, vəzifəsindən, peşəsindən asılı, həm öyrədilməli. Maarifləndirmə bəzən öyrədilmə kimi təqdim olunur. Yox. Bəzi məsələlər var, texniki məsələlərdir. Onun bilməsi üçün müəyyən bir kursa cəlb olunmalıdır. Bunun üçün təbii ki, təyin olunmuş mentorların rolu vacibdir. Bir də bilirsiniz necədir? Hər şey nümunədən insanlar öyrənir. Mən bir şirkətə işə qəbul olmuşam. Gəlib görürəm ki, mənə deyirlər ki, onboardingdə belə eləmək olmaz, belə olmaz. Bir də görürəm ki, mənim ya iş yoldaşım, ya rəhbərlikdə bir nəfər bu şəxsi notebookundan, ya yaxud da ki, bir flaşkasından istifadə edir və yaxud da ki, hər hansı bir belə deyək də, etibarlı olmayan saytlara daxil olur. Artıq onboarding prosesi yalnız bir, belə deyək də, formalitədən başqa bir şey deyil. Yəni, bu mədəniyyətlə bu prosesləri gətirib çıxartmalıyıq. Yəni, belə deyək, fikrimi belə yekunlaşdırım ki, mütləq və mütləq onboarding planına, belə deyək, işə qəbul prosesində bu öz yerini tapmalıdır. Vəzifədən asılı olaraq, hətta səviyyələri də fərqli olmalıdır. Misal üçün deyim, bir sürücüyə verilən onboarding ilə bağlı və yaxud da ki, bir maliyyə üzrə işçinin onboardingində də bu fərqlənmə olmalıdır ki, burada nə istifadə etmək olar, nə olmaz. Fərqli şəkildə, təbii ki, vəzifə təlimatının tələblərinə uyğun olaraq fərqli bir onboarding planı hazırlanmalıdır. Biz onboardingdən danışdıq. Hətta deyərdim ki, xeyli danışdıq və müəyyən püf nöqtələrə vurmuş olduq. Belə bir buradan sual da yaranır ki,
İşdən çıxma və daxili təhlükələr nələrdir? Off-boarding və risklərin idarə edilməsi prosesi necə olmalıdır? Yəni bu prosesi bir HR olaraq, yəni illərin təcrübəsinə maliksiniz də siz. Bir HR olaraq bunu necə tənzimləyirsiniz? Necə bu proseslər aparılmalıdır? Hə, belə deyək, yaxşı sualdır. Elə ardıcıl verməyiz də yaxşıdır. Onboarding prosesində əgər burada hər hansısa bir kiber təhlükəsizlik bağlı hər hansısa bir pozulma halı baş verərsə, bu işçi bunu qəsdən, bilərəkdən etmir. Ancaq işdən çıxma prosesi çox təhlükəli prosesdir. Əksərən işdən xüsusən də çıxarılmış şəxslər bu məlumatları belə deyək də qəsdən zərər vurmaq üçün, şirkətə vurmaq üçün həmin məlumatları yaya bilərlər, datalardan müxtəlif müəyyən boşluqlar yarada bilərlər, yəni bilərəkdən və buna görə də bu proses çox səliqəli şəkildə aparılmalıdır. Təbii ki, oradakı qrup işçilər var, bu da nəzərə alınır. Biri kimsə özü könüllü şəkildə işdən çıxır, başqa bir yerə işə gedir. Bu da təhlükəlidir yenə. Biri də var, kimsə işdən çıxarılıbsa, burada artıq bu risk dərəcəsi avtomatik 3-5 qat artır. Yəni bunda nəzərə alınmalı. Qısa müddətdə həmin işçinin istifadə etdiyi hesablara girişləri dərhal dayandırılmalıdır. Necə? Əmək məcəlləsində nə deyilir? İşçinin son iş günü onun müqaviləsinin xitam verildiyi gündür. Xitam verildiyi gün son iş günüdür. Deməli, son iş gününün sonuna yaxın və onun bütün hesabları, bütün e-mailləri hamısı deaktivizasiya olunmalı, ləğv olunmalıdır. O təbii ki, o texniki məsələləri mən daxil olmuram və bu nəzərə alınmalıdır. Hətta son dövrlərdəki fəaliyyəti də, bunu IT sahəsində çalışanlar, kiber təhlükəsizlik üzrə mütəxəssislər çox yaxşı bilirlər. Loqlar var, hara daxil olub, niyə daxil olub və yaxud da ki, müəyyən məlumatların kopyalanması var. Adam, belə deyək də, 10 GB məlumat kopyalayıb. Niyə? Yəni bu böyük bir həcmdir. Biri var, hər hansısa bir özünün şəxsi şəklini götürüb, bir ərizə formasını götürübsə, bu başa düşülən. Bunu araşdırmaq lazımdır. Hətta belə deyək, kiber təhlükəsizlik həm bir etik məsələdir. Etiklikdən də qabaq hüquqi məsələdir. Baxın, mən elə indi fikirləşirəm sizlə. Çox maraqlı söhbətdir. Adam danışdıqca, fikir mübadiləsi apardıqsa, arxa fonda da bir fikir. Mən fikirləşirəm ki, bunu necə tənzimləyə bilərik? Məsələn, biz müqavilə, mən bilirəm, dövlət təşkilatlarında və sair məlumatlarda o müəyyən məxfi məlumatlarla işləyən şəxslərə məhdudiyyət qoyulur ki, bu məlumatların verilməsi, hətta vəzifəsindən asılı olaraq ölkədən kənara çıxması məsələlərdə məhdudiyyətlər ola bilər. Ancaq biz biznes proseslərdə də bunu necəsə birsə tənzimləməliyik. Məsələn, mən dedim bayaqları, əmək müqaviləsinə əlavə. Orada da müəyyən bir sənədin müəyyən bir bəndi olmalıdır ki, tutaq ki, Ayda xanım bu proseslərdə bu vəzifədə iştirak edib, hələ müəyyən bir müddət ərzində də məsuliyyət daşısın buna hüquqi cəhətdən ki, bu məlumatların bölüşülməməsinə, paylanmasına, hətta bəzi məlumatlar biznes məlumatlardır. Onların aparılıb istifadəsi belə, bunun müəlliflik hüquqları var və s. və ilaxır. Bu məhdudiyyətlər qoyulmalıdır. Yəni bu baxımdan belə deyək, bu məsələlərdə hüquqi məsələlər çox vacibdir. Mahir müəllim, siz HR-sınız, mən də PR-am. Mən həmişə deyirəm ki, HR ilə PR bir-birindən yaxın dost olmalıdır. Amma artıq müasir dünyamızda elədir ki, kiber təhlükəsizlik HR və PR bir-birindən yaxın dost olmalıdırlar. Və ümumiyyətlə bir krizis baş verəndə, bir problem baş verəndə ilkin etapda bunun PR, bunun krizis tərəfi necə cavab verməli, hansı bir formada cavab verməlidir, o hazırlanmalıdır. Amma işin içərisində artıq kiber təhlükəsizlik varsa, burada biraz məqamlar ciddiləşir, HR da daxil olmalıdır. Yaxşı, mənim sualım belədir ki, təşkilat daxilində məlumat sızıntısı baş verdikdə HR və IT-nin ilk reaksiyası nə olmalıdır? Özlərini hansı bir formada müdafiə etməlidirlər? Həm şirkətin mənafeyini, həm hansısa bir problem baş vermədən bunu necə bir şəkildə tənzimləməlidirlər? Çox maraqlı sualdır. Mən istəyərdim ora kiçik bir əlavə edim bu suala. Deməli, burada 3 tərəf iştirak etməlidir. IT, HR və həmin prosesdə iştirak etmiş şöbə. Tutaq ki, belə deyək də, istehsalatla bağlı bir şöbədir, ya geologiya şöbəsidir və yaxud da ki, neft emalı bir şöbəsidir. Mütləq bu 3 tərəf bu prosesdə iştirak etməlidir. Kritik məqam burada
kiber hücum baş verdikdə reaksiya müddətidir. Yəni reaksiya müddəti çox həm dəymiş ziyanın aradan qaldırılması, həm daha böyük nəticə ziyanın dəyməməsi üçün vacibdir və addımlar olaq belə deyək. Əgər insident təsdiq olunubsa, artıq belə bir kiber hücum var, dərhal kiber hücuma dərəcəsi hansı səviyyədədir? Bu prosesdə hansı negativ nəticələr var və kimlər təsirlənir? Bu dairə müəyyən olunmalıdır. İkinci proses olaraq dərhal həmin sistemə giriş dayandırılmalıdır. Burada yenidən şifrələmə, sonra məsələn arxivləşdirmə məsələsi nəzərə alınmalıdır, kopyalaşdırma məsələsi və dəymiş indi bilirik də hər hansısa bir proqramdır, belə deyək də, hacker hücumudur. Orada hər hansısa bir proqram. O proqramdan sistemin tənzimlənməsi məsələsidir. Bu vacib məsələdir. Sonraki növbəti addımlar isə hüquqi etik məsələlərdir. Bu nədən ibarətdir? Bizim müştərilərimiz ziyan çəkə bilər, digər şöbələrin ziyan çəkə bilər. Dərhal onların məlumatlandırılması vacibdir ki, yəni belə bir proses baş verib, bu məsuliyyət götürülməlidir. Əgər bu bizdən qaynaqlanıbsa, mütləq məsuliyyətdən qaçaq və bu yol verilməzdir. Hüquqi nəticələr doğura bilər. Növbəti mərhələlərdə isə dərindən bir analiz aparılmalıdır. Müxtəlif metodlar var. Misal üçün səbəb-nəticə analiz apara bilərək biz bilə bilərik ki, bu hansı səbəbdən? İnsan amili burada 100% rol olub, yoxsa texniki bir məsələdir və yaxud da prosesdə hüquqi bir məsələ də ola bilər hətta. Yəni bunlar analiz olunub, həmin məsələlər aradan qaldırılmalıdır. Təbii ki, növbəti mərhələlərdə isə maarifləndirmə və təlimləndirilmə, hətta proseslərin yenidən yazılması və s. Mahir müəllim, suallarımız əslində maraqlı gedir və cavablar isə çox mənim belə istədiyim formatda alınır və indi mən sizə sonuncu sualımı vermiş olacağam. Sonuncu sualım belədir ki, süni intellekt və avtomatlaşdırma HR cyber security əlaqəsini necə dəyişə bilər? Baxın, mənim ən maraq araşdırma istiqamətlərimdən biri də süni zəkanın ümumiyyətlə təsiri, iqtisadi, sosial və idarə etməyə təsiri məsələsidir. Açıq bu bir trenddir. Mən bu xoşa gələn bir trend halını alıb, hər kəs bizdə bu əjdahadan bizdə nə yoxdur prinsipi ilə çıxış eləyir. Mən bu məsələdə biraz ehtiyatlı olmağın tərəfdarıyam. Xüsusən də kiçik şirkətlər ki, bəzən hər hansısa bir süni zəka sistemlərindən istifadə eləyərək, onu öz sistemlərini ora inteqrasiya eləyərək istifadə eləyirlər. Bu, siz nəyə oxşuyur? Necə deyərlər, qəpiyin iki tərəfi olan kimi prosesdir. Həm müsbət mənada istifadə eləyə bilərik, həm də bunun mənfi nəticələri də ola bilər. Bunlardan müsbət nədir? Məsələn, biz həmin süni zəka sistemlərindən istifadə eləyərək öz kiber təhlükəsizliyimizi daim monitor altında, avtomatlaşdırılmış monitorinq altında saxlaya bilərik. Məsələn, tutaq ki, avtomatik məlumat gəlsin ki, kiber nəzarət eləyən, kiber təhlükəsizliyə cavab olan struktura və yaxud işçiyə ki, amma burada kimsə arzu olunmaz saytlara və yaxud da ki, təhlükəsiz bir saytlara daxil olma var. Bu bir xəbərdarlıq kimi gələ bilər, bizə də gələ bilər, ya insanın özündən xəbərdarlıq ki, dərhal oradan tərk etsin. Belə bir sistem baxımından nəzarət və monitoring baxımından çox əla istifadə oluna bilər. Ancaq bu da yenə dediyim kimi lisenziyalaşdırılmış, daha etibarlı şirkətlərdən, məhsullarından istifadə olunmalıdır. Mənfi tərəfi nədir? Süni zəkanın bəzən özü isə müəyyən məlumat belə təhriflərinə gətirib çıxarda bilər və yaxud da ki, dəyişikliklər, bəzi dataların silinməsi ilə nəticələnə bilər. Belə bir neçə gün bundan qabaq belə bir məlumat da rast gəldim ki, süni zəka olan naziri həbs olunmuşdur. Bildiyimiz kimi bir neçə ay öncə Albaniyada baş naziri elan etdi ki, artıq bizim Nazirlər Kabinetinə süni zəka
unutdum adını və süni zəka bizim nazirimiz var. Dövlət işlərində, xüsusən də tenderlərdə insan faktorunu aradan qaldırmaq üçün, subyektivliyi aradan qaldırmaq və yaxud da korrupsiyaların qarşısını alması biz nazir xidmət göstərəcək. Ancaq 3 gün bundan əvvəl bəlli olub ki, həmin süni zəka o yaranmış gəlirlərdən mi deyim, qazancdan mı deyim, 15 və yaxud da 15-25% avtomatik hər hansısa bir hesaba köçürülmüşdür. Yəni belə bir risklər də var ki, bu risklər yoxlanılmır. Təbii ki, başa düşüləndə yeni texnologiyadır və s. Ona görə yenə sözümü təkrar edeyim. Bu əjdahanın bizdə niyə yoxdur prinsipi ilə yanaşmaq yox, daha belə deyək, ehtiyatla bu proseslərə yanaşmaq və daim nəzarətdə saxlamaq lazımdır. Mahir müəllim, çox təşəkkür edirəm. Və ümumiyyətlə sizin dedikləriniz bunu göstərdi ki, kiber təhlükəsizlik yalnız texniki proses deyil, insani davranış, təşkilati mədəniyyət və eyni zamanda doğru HR idarə etməsi ilə formalaşan bir kompleks şəklində olmalıdır. Və mən sizdən son olaraq belə bir şey istəyəcəm ki, siz son sözlərinizi deyəsiniz və tövsiyələrinizi verəsiniz. Çox sağ olun Ayda xanım. Mən də öz təşəkkürümü bildirirəm ilk növbədə bu şəraiti yaratdığınıza görə. Həm də mövzu çox aktual bir mövzudur və bir də fikirləşirəm ki, mənim qarşılaşdığım problemlər fəaliyyətimdəki mən çalışdım sualları o perspektivdən, yaşadığımız proseslərdən necə də çıxış edərək cavablandırım. Mən də hesab edirəm ki, faydalı olacaq dinləyicilər üçün və onlar daha da bu sahədə öz biliklərini dərinləşdirəcəklər, özləri araşdıracaqlar. Bizim fəaliyyətimiz sanki bir toxum əkməkdə kimi bənzəyir, ancaq o ağacın böyüyüb bol-bolda atması insanların və şirkətlərin özlərindən asılıdır. Gələcəkdə də fəaliyyətlərini daha təhlükəsiz, kiber hücumlardan özlərini qorumuş olacaqlar. Çox sağ olun. Əziz izləyicilər, yadda saxlayın. Təhlükəsizlik texnologiyadan yox, insandan başlayır. Ona görə də kiber maarifləndirməyimizi gücləndirməyimiz lazımdır. Bu mövzuyla biz yekunlaşmayacağıq. Bu mövzu ətrafında biz yeni başqa bir formatda sizlərin görüşünə gələcəyik. Cyber Podcastda qalın. Bizimlə olduğunuz üçün sizlərə təşəkkür edirik. Salamat qalın. Hələlik.